Salam değerli dostlar, hər vaxtınız xeyir olsun. Bugün mən yenə də bir məlumatla, şikayət xarakterli məlumatla sizlərin qarşınızdayım. Əvvəla buradan üzümü tuturam Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə. Buradan üzümü tuturam Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə. Buradan üzümü tuturam Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyevə. Buradan üzümü tuturam Şəki rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsi Cənab Məzid Əliyevə. Hörmətli Məzid doktor, redaksiyamıza bir müraciət daxil olub. Müraciətdə bildirilir ki, deməli, müraciət edən şəxs Şəki rayonu Toxmuq kənd sakini Davudov Qəhrəman Şamiloğludur. Davudov Qəhrəman Şamiloğlu tək cərrah həkimdən deyil, məhkəmə tibb ekspertizanın həkimindən də narazıdır və sair bəzi araşdırmalardan da narazıdır və bütün bunların kökünü Şəki rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin həkimi Azad həkimdən gireylənir. Qəhrəman Davudov müraciətində bildirir ki, 2024-cü ilin iyun ayının 15-i günü saat təqribən 20-21 radələrində Şəki rayon Toxmuq kəndi ərazisində Buta marketin önündə dayandığı zaman 55 AA 127, baxın, 55 AA 127 dövlət qeydiyyat nömrə nişanlı Vazirin 106 markalı avtomobil Nissan markalı 77 seriyası yadında deyil, X8 deyək, 77-186 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən şəxslər hər ikisi toqquşmuşdular. Toqquşma nəticəsində Vazirin 106 markalı avtomobilin sürücüsü onu vuraraq ona ağır xəsarət yetirmişdir. Onu da qeyd edir ki, bugün gizlədilsə də əvvəllər belə olub ki, hadisə zamanı avtomobili idarə edən xanım olub, xanım sürücü olub və onun avtomobil idarə etmə hüququ olmayıb. Lakin öz aralarında araşdırmaçılar bu xanımı aradan çıxarıblar. Və belə qeyd edir ki, cavabdeh şəxslər, bunu vuran şəxslər, buna zərər vuran şəxslər ona xahiş edərək ki, xanım sürücü olanı deməsin, başqa bir sürücünü sənədə əlavə ediblər. Və nəticə etibarilə bu şəxs Davudov Qəhrəman Şamiloğlu Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılmış, orada cərrahi əməliyyat olunmuş. Nəticə etibarilə cərrahi əməliyyat edən Azad həkim buna şəxsə fərqli epikriz vermiş. Epikrizi birinci başqa cür vermiş, ikinci baş həkimə Məzid doktora şikayət edəndən sonra epikriz dəyişdirilmiş, əlavələr də olunmuşdur ki, bu filan xəsarəti də almışdır. Mən Azad həkimlə əlaqə saxladım. Azad həkim qısa onu dedi ki, mən onu həyata qaytarmışam, qanunlu işimi görmüşəm. Bununla bağlı mən, hörmətli Məzid həkim, sizdən xahiş edirəm, həmin vətəndaşı qəbul edərək, onu dinləyib, ətraflı ona məlumat verəsiniz, məsələnin baş gedişinə bağlı. Yəni, Azad həkimin həqiqətən bu məsələdə nöqsanı varsa, Azad həkim fərqli epikrizləri nə üçün vermiş, niyə əvvəl belə vermiş, sonra başqa cür vermiş
bu məsələlərlə bağlı obyektiv araşdırma aparmağınızı sizdən xahiş edirəm. Ədliyyə Nazirliyindən də xahiş edirik ki, hal-hazırda Şəki rayon mərkəzi hal-hazırda Şəki rayon məhkəməsində araşdırma gedir. Vətəndaşın vəkili var, düzdür, Elbrus Məmmədov. Elbrus Məmmədova buradan salam yetiririk. Elbrus Məmmədov həqiqətən də çox savadlı və güclü vəkildir, ədalətli vəkildir. Çünki o uzun illərdir ki, məhkəmə sistemində məhkəmə sədri vəzifəsinə qədər də uzanmışdır. Yəni ona inanırıq, ona güvənirik ki, bu məsələdə tam ədaləti müdafiə edəcək. Əvvəldən təşəkkür edirəm hər bir izləyiciyə, hər bir rəhbərə ki, məni diqqətlə dinlədiniz və bu məsələ ilə bağlı obyektiv araşdırma aparılmasını sizdən xahiş edirik. Rəsmi məlumat məktubu da ünvanlayacağıq. Təşəkkür edirəm.